The Elephant and Friends. Fil və dostları. A lonely elephant seeks friends in the forest, but is rejected by others for being too big. When danger comes, the elephant helps the animals by scaring away a lion. The animals then realize that true friendship comes in all shapes and sizes. Friends can be any shape or size. A lonely tenha elephant fil axtarır friends dostlarını in the forest meşədə. But amma is rejected reddedildi by others digərləri tərəfindən. By tərəfindən others başqaları. For being too big. Too oldukça big büyük, being olduğu for üçün. Oldukça böyük olduğu üçün. When danger comes, təhlükə gələndə, when anda əndə danger təhlükə comes gələndə, the elephant feel helps kömək edir the animals heyvanlara by scaring qorxudaraq scaring away a lion yəni aslanı qorxudaraq. The animals heyvanlar then sonra realize anladılar that ki true friendship həqiqi dostluq comes in all shapes and sizes. Bütün forma və ölçülərdən, yəni fərqi olmadan gəlir həqiqi dostluq. Lonely elephant yalnız fil. Burada sual cavab eləyirik. Mən ingiliscə deyirəm, bir neçə saniyə gözləyirəm, siz cavab verirsiniz. Sonra mən cavabı səsləndirirəm, görün düzmü deyirsiniz. Seek friends, dost axtarır. In the forest, meşədə. Reject, rədd etmək. Rejected by animals, heyvanlar tərəfindən rədd edilmək. Too big, oldukça böyük. Too small, oldukça kiçik. Danger comes, təhlükə yaxınlaşır, gəlir. Help animals, heyvanlara kömək etmək. Realize that, anlayır ki. Animals realize that, heyvanlar anlayır ki. True friendship, həqiqi dostluq. Shape and size, forma və ölçülər.